Salam dostlar, biz bugün Highland'a gedirik. Avtobusdayıq, yatıb qalmışdıq, qaça-qaça gəldiksə. Nəysə, axır ki çatdıq, qaça-qaça çıxmışıq. İndi yoldayıq artıq gedirik. Səhər saat 8-ə işləyib hardasa belə. Biraz soğuk olacaq deyəsən oralar. Belə çatdıq, indi yoldayıq, gedirik. Stirling Castle does look very similar to Edinburgh Castle. If anything, a little bit smaller, but it is absolutely massive inside. And there is the Wallace Monument just to the left of the castle, 19th century monument built to Sir William Wallace. Biz gəldik birinci dayanacağımıza. Burada həm də coffee shop falan var. Səhər yemək yeməmişik deyə bir şeylər alacağıq. Sonra bu ərazinin inəkləri məşhurdur. Ümumiyyətlə Şotlandiya inəkləri yəqin ki bilirsiniz məşhurdur. Sonra da onlara baxmağa gedəcəyik. Belə. Mənə almışdın. Amma özün yeyirsən. Demeyle. So you've got a little Murcat cross on the left here, affectionately known as the Highland roller coaster here in Scotland. That is the name we give our wiggly, windy roads. So yeah, you go up to the tops of the mountains and you run in an anti-clockwise direction. And when you see the haggis, and that's the real story of where haggis comes from. If anyone tells you otherwise, they're clearly lying. But it also Biz artıq növbəti məkana çatırıq. Bura Glencoe adlanır və Glencoe da həmçinin bir neçə filmlərdə çəkilmiş məşhur bir məkandır. Bura James Bond'un Skyfall filmi aiddir. Burada sizə outfitimi göstərirəm. Daha sonra Harry Potter'ın bəzi filmləri, məsələn xüsusilə Prisoner of Azkaban burada çəkilib. Həmçinin Braveheart və bir neçə başqa filmlər də bu gördüyünüz Glencoe'da çəkilmişdi. Ona görə də çox məşhurdur. Few moments later. Biz bir neçə yerdə dayandıq. İndi yenə davam edirik. İndi Harry Potter'ın çəkildiyi o körpüyə gedirik. Daha doğrusu qatara keçdiyi şoferimiz daha doğrusu turu həm də idarə edir. Çox əyləndirir bizi, çox zarafatlar edir. Mənzərələr çox gözəldir. Yol boyu inanılmaz gözəl mənzərələr var. Ümumiyyətlə Şotlandiyanın bu tərəfi tamam fərqlidir. Belə daha wild qalıb. Məncə görülməyə dəyər. Əgər vaxtınız olsa Edinburgha gələndə mütləq Highlands turu götürün. Bir gün çəkir. Axşam 8-də qayıdacağıq. Səhər saat 8-də başlamışdı. 2 nəfərə hardasa 120 euro vermişik. Amma yəni maraqlıdır, bütün gəzdirir, bütün hekayələr bir-bir danışır. Məsələn, bayaq bir dənə qalanın yanından keçdik. O qalada həm Outlander, həm də Game of Thrones-un birinci sezonu çəkilib. Daha doğrusu hardan ki Ranslar qaladan düşür, daha doğrusu Jamie onu
But after the qaldan atır massacre, və they moved the ayaqları village down to the shores of Loch Leven out in həmin front of us. bölüm, həmin qalada çəkilmişdi. Çox maraqlı, So çox that tez they were keçdi more deyə escape çəkə bilmədim routes should they oranı be və attacked ağacların again. arxasında qalırdı. Amma çox One of the maraqlı residents görmək. of we're going to go just the other side of the high street. Biz fasilə elədik. Hardasa 1 saat burada olacağıq. İndi Fort William'a gəlmişik. Burada həm nahar eləməyə yerlər var, həm də ətrafı biraz gəzəcəyik. Daha sonra isə davam edəcəyik gəzməyimizə. Bura Fort William'ın mərkəzi küçələrindən biridir. High Street. Baxın, buradakı evlərə, qalalara. Həmçinin Outlander'ın bir hissəsi də burada çəkilib. Ona görə də məşhurdur. Gəldik kafe shop'a bir dənə tez bazar nahar eləməyə. Daha sonra isə gedəcək gəzməyə. Hava çox soyuq deyil, yəni dözüləcək dərəcədə, belə deyim, sərin. Biraz külək var, amma belə dəhşət soyuq deyil. Da maraqlı belə bir şey var idi. Apple mulled wine, almadan elə bir Glencairn, qəşəng dadı, maraqlıdır. Və də bura çox qəşəng belə autentik bir kənddir. Çox gözəldir, hər yer çox səliqəlidir. Çox bəyəndim. Ümumiyyətlə Şotlandiyanı çox bəyənirəm. Çox gözəldir. Məncə Edinburgh gəlsəz mütləq Highland Tour götürməlisiniz. Bunların qəbirstanlıqları da belə gözəldir. Sakitçilik, yaşıllıq çox gözəldir. Bakımı gördünüz. Ətəyimi çox bəyənərək almışam. Çox görən kimi mənə Şotlandiyanı xatırlatdı. Second Hand'dən almışam evimizin yanında. Çox bəyəndim. Burada da artıq bir neçə nəfər mənə kompliment edib ətəyimə bağlı. Çox gözəldir məncə də. Belə papaq aldım. William Ford əslində Braveheart kinosu çəkilən yerdir. Ona görə burada onunla bağlı çoxlu suvenirlər, maqnitlər filan satılır. Çoxu bilmirdim. Mağazada belə deyim, dedilər. Çox gözəl, balaca bir dənə şəhərdir. Kənd kimi şəhərdir, belə deyim. Papağıma baxın. Mən belə papaq aldım. So as I said, we are going to cross over the Caledonian Canal. Famous porridge pipes of Fort William. There is a porridge factory in the mountain. And those pipes pump porridge into the homes here in Fort William. Caledonian Canal. 3 hours later. Biz Glencairnə gedirik, həmin o körpüyə. Biraz yağış yağır, papağımı ona görə taxmışam. Yuxarıdan çox gözəl yol olduğunu dedi şofer. İndi ora qalxırıq.
gözəldir. 1 saat vaxtımız var gəzməyə. Amma 1 saat azdır. Çünki çox qəşəngdir, gəzib qurtarmaq olmur. Biz körpünün bu biri tərəfinə gəldik. Lap yaxından görmək üçün. Görürsünüz. İndi qaydırıq. Buradan da belə çay axır. Şəkillər çəkdirdik. Daha doğrusu Salih mənə şəkillərimi çəkdik. Qəşəng qaldı. Gidirik. Bu bağı da bugün aldım. Bayaq demişdim desəm. Yağış yağdı deyə taxdım. Biz sonuncu destination'a gedirik. Artıq hava qaralır yavaş-yavaş. Oradan sonra isə Edinburgha qayıdacağıq. Əgər çəkə bilsəm, çox qaranlıq olmasa oranı da çəkəcəm. Tam dəqiq bilmirəm hara gedirik. Gedəndə dəqiq göstərərəm. Bir də qeyd edeyim ki, bayaq çəkdiyim göl Harry Potter'dakı bəzi səhnələrdə belə deyim çəkilibdi. Mən görən kimi əslində tanıdım. Harry Potter'ın ən sonuncu bölümündə ən sonuncu səhnə var. Əgər izləmişsinizsə, yəqin ki xatırlayırsınız. O səhnə həmin göldə çəkilibdi. Çünki mən filmə baxanda yadımdadır, o səhnəni görəndə çox bəyənmişdim ki, nə gözəl göldür. Ağlıma gəlməzdi ki, nə vaxtsa oranı canlı görəcəm. Görən kimi sahnəyə dedim ki, məncə bura o göldür. Gələndə bizim belə deyim bələdçidən soruşdum. Dedi dəqiq bilmirəm hansı səhnədə çəkilib, amma Harry Potter'da bəzi səhnələr çəkilib. ChatGPT-dən soruşdum təbii ki. ChatGPT dedi ki, Loch Shiel adı belə gedir. Bir neçə səhnəsində, həmçinin Harry Potter'ın ən sonuncu səhnəsində də belə deyim çəkilibdi. Oranı gördüyüm üçün çox sevindim açığı. Belə çox gözəl gündür. Hələ də davam eləyirik. Bələdçimiz çox belə deyim məlumat verir. Xoşuma gəldi açığı. Detallı məlumatlar verir, həm də çox əyləncəlidir, bizi əyləndirir. Əladır. Bəyənirəm. Daxilci destination'a gedək, oranı da sizin üçün çəkəcəm. Biz gəldik, destination'a çatdıq. Hava qaralıb artıq. Adını qeyd eləyəcəm. Dəqiq yadımda deyil. Bura çox qəşəng belə balaca bir dənə towndur. Heyf hava qaralıb. Bir də şofer dedi ki, bura viskili dondurması ilə məşhurdur. İndi də verirlər. Qış olsa da. Burada maraqlı belə qatar var. Baxın. Restorandır. Qatar formasında. Çox qəşəngdir. Ümumiyyətlə şəhər özü çox qəşəngdir. Məncə biz səhv istiqamətə gedirik. Bura şəhərin mərkəzidir. Baxın, burada həmin dediyim o viskili marojna satılan yer. Scotch Corner. Bu da belə şəhərdir. Hər yer işıqlıdır. Çox qəşəngdir. Özümə belə şərf aldım. Yəni göstərim istədim. Baxın, belə rəngdə. Taxacam, belə outfitim var. Bunlara baxın, çox şirindir.
essentially keeps me in it. Biz turdan qayıtdıq. Yağış yağır. Çox bəyəndik, çox əyləndik. Yəni ümumiyyətlə Highlandsa getməyə dəyər. Mütləq Edinburgha gəlsəz Highlandsa gedin. Mikrofonsuz danışıram, ümid edirəm eşidirlər. Çünki bir əlimdə yeni var. Mikrofonu tuta bilmirəm. Bu qədər. Ümid edirəm videonu bəyəndiniz. Videonu like edib kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.